Peyğəmbərin dövründə yas mərasimləri necə olmuşdur? Biz istəyərdik ki, mövzuya bu cür giriş edək. Buyurun. Mən də fürsətdən istifadə edib dəyərli izləyicilərimizi Allahın gözəl salamı ilə salamlamaq istərdim. Dəyərli Əlvüsal müəllim, dəvətiniz üçün təşəkkür edirəm. İslam dini bir mədəniyyət dinidir. Əslində, kainat çapından daha böyükdür. Çox qəribədir ki, əsrlərdən bəri süzülüb gələn bu mədəniyyətin təhrif olunmasını və yaxud da bir çox geniş anlamlı kəlmələrinin daraldığını, məhdudlaşdığını şahid oluruq. O kəlmələrdən biri də ehsan kəlməsidir. Əlbəttə ki, ehsan Qurani Kərimdə təqribən 70-dən artıq yerdə üzərində durulan çox önəmli məna vadilərini bizə ifadə edən dərin əslində mənalarla dolu bir kəlmədir, bir məfhumdur. Lakin bayaq söylədiyimiz kimi müəyyən ənənələr görünür ki, bizim adətlər əslində dinimizin çalaqlarının içərisində dolaraq bəzən mənalı qıtlıqlar yaradıb. Bu kəlmələrdən biri də ehsan sözüdür. Hansı ki, Qurani Kərim deyir ki, əhsin kəmə əhsənallahu ileyk. Əslində ehsan Allahın bir əmridir. Bunu yerinə yetirməsi Peyğəmbərimiz Aleyhisselatü Vesselam'ın dilində isə ehsan ən ta'budullah kəənnəkə tarahu fə in ləm təkun tarahu fə innəhu yarak. Yəni, sən Allahı görürcəsinə ibadət etməyindir. Əlbəttə ki, biz Allahı görənmərik. Amma deyir, o səni görür. Deməli, ehsan əslində ilahi huzurda yaşamanın ləzzətini, feyzini alma şövqüdür. Lakin biz bu kəlməni daha çox ifadə elədiyimiz kimi endirmişik dünyamızda yas mərasimlərinin içərisində verilən yeməyin adıdır. Verdiğiniz suala gəlincə ki, Allah Resulü Aleyhisselatü Vesselam'ın dövründə yas əlbəttə ki, 3 gün təyin olunmuşdur. Özelliklə biz qaynaqlarımızı araşdırdığımız zaman bir hədisə daha çox rast gəlirik. Cəfər Təyyar Həzrətlərinin Muta Savaşında 629-cu ildə o şəhadət iksirini içdiyi zaman sevgili Peyğəmbərimiz səhabələrinə deyir, o evə gedin, o evə dəstək olun. Özünüzlə bərabər yemək götürün. Deməli, əslində yas mərasimində ehsan var. Amma bu ev əhli, yas olan adamlar tərəfindən gerçəkləşdirilmir. Bu, ətrafdan o evə verilən dəstəkdir. Odur ki, günümüzdəki yasla Peyğəmbərimiz Aleyhisselatü Vesselam'ın dövründəki yas mərasimləri arasında bəli, kifayət qədər dəyişikliklər var. Yəni, ağa müəllim, İslamda yasla yaxud ehsanla bağlı qayda belə səslənir. Ölü evinə yemək apararlar, ölü sahibindən yemək gözləməzlər. Beləmi başa düşürük? Əlbəttə ki, açıq şəkildə Allahın Resulü Aleyhisselatü Vesselam tövsiyə edir ki, o evdə hüzün var, kədər var, qəm var. Siz ora o insanlara yardım eləməyə gedin. Yəni o dərdli, qəmli, hüzünün, o matəmin içərisində olan insanlar başlarını itirib, itkilərini doldurmaq, onu o boşluqla barışmağa çalışırlar və bir tərəfdən gedən qonaqlar, bir tərəfdən gələn insanlar orada bir ziyafətə çevrilir. Görürsünüz ki, ehsan adında o ibadət onsuz da məhdudlaşdırılır və bundan sonra da bir ziyafətə qapı açılır, dəbdəbəli, şahanə məclislər qurulur və sonra zəngin insanların gəlməyi, daha mənim məclisim daha ali olsun, daha gözəl olsun, filan kəs baxır, ətraf nə deyəcək, filan kəslər nə söyləyəcək kimi deyimlər də məsələnin içərisinə girib, əslində ehsan kimi möhtəşəm bir kəlmənin ruhu zədələnib. Və beləcə biz bu günləri yas yerlərinə gedəndə gözümüzü belə deyək, yaxşı mənada ki, görə ehsan veriləcəkmi? Hansı ki, ehsan qarın doyurmaq üçün yox. Ehsan insanın ruhunu doyurmaq üçün, insan düşüncəsini doyurmaq üçün, oradakı söhbətlərlə, oradakı xitabətlərlə biz axirətimizi, aqibətimizi, insanlığımızı xatırlamalıyıq. Odur ki, əslində İslamdakı ehsanın təməlində, kökündə bu dayanır. Nəyə ki, yemək, əlbəttə insan müsafirinə yemək verər. Bizim milli adətlərimizdə də var, qarın doyurmaq, fəqirlərin, füqaraların qarnını doyurmaq. Amma yas yeri qarın doyurma məclisi deyil. O daha çox insana axirəti, aqibəti xatırladır. Bir hədisdə Peyğəmbərimiz Aleyhisselatü Vesselam məqbərələrlə bağlıdır. Deyir, zurul məqabirə fə innəhə tuzəkkirukumul axirə. Deyir, siz qəbirstanlıqları ziyarət edin, onlar sizə axirəti xatırladır. Bu axirəti xatırladan yerin başlanğıcı yasdan başlayır. Deməli,
o yas anı bizə axirəti xatırlatmalıdır, Allahı xatırlatmalıdır, aqibəti xatırlatmalıdır.